Neft kollektorunda qəza baş verib. Biz də gəlmişik qəzanın qabağını almağa. Əksər evlər mühafizə zolağında tikilib. 15 metrə sol, 15 metrə sağ ətrafı boş olmalıdır. Binəqədi rayonu 10 may küçəsidir. Burada neft kollektorunda qəza baş verib və qəza da aradan qaldırılır. Neft xətti təzyiqə görə ola bilər yararsız düşüb. Biz də gəlmişik qəzanın qabağını almağa. Ancaq buradadır, yoxsa? Bəli, ancaq buradadır. Təhlükəlidir. Ümumiyyətlə neft xəttinin yanında yaşayış olmamalıdır. Burada düşündürücü məqam ondan ibarətdir ki, əksər evlər mühafizə zolağında tikilib və bunun da özü təbii ki, risklidir. Belə baxıram, buradakı əksər evlər deyəsən bu kollektorun üzərində tikilib. Vallahi belediye hara geldi verifti bütün turbaların üstüne su olsun, neft olsun, har olur olsun hamısının üstünde tikilipti ama belə olubdu. Vəziyyət bu yere gelip çatır. Təhlükədir da, dünən axşam bax buradan axırdı küşəylə maşinlər iz salmışdı, neftin buralardan baş atırdı. Neft kollektor mühafizə zonası 15 metrə sol, 15 metrə sağ ətrafı boş olmalıdır. Amma çox həyif onu nəzarət edən yoxdur. Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinin də mövqeyini öyrəndik. Bildirildi ki, aidiyyəti quruma məlumat verilib. Neft xəttinin sızmasının qarşısının alınması üçün işlər gedir. O ki, qaldı mühafizə zolağında neft borularının üzərində tikilən evlərə bu uzun illər bundan öncə inşa edilib. Bununla əlaqədar hər hansı tədbir görülüb, görülməməklə bağlı məlumat mövcud deyil.